son vaxtlar Azərbaycanın, mən bunu bir neçə dəfə demişəm, dini xəritəsi ciddi bir formada dəyişir və qeyri-ənənəvi təriqətlərə insanlar meylənir. İkinci məsələ... Təhlükələr də çatıbmı? Mən düşünürəm ki, bəli, biz bu barədə ciddi düşünməliyik, bu bizi narahat etməlidir. Çünki mən uzun müddət bu sahədə işlədiyimə görə, belə deyək, üzdə hər şey hamar görsənir, amma altda su axır və öz işini görür. Və sürətli bir formada bölgələrimizdə qeyri-ənənəvi təriqətlərin yayılma elementləri özünü ciddi göstərir və bu bizə gələcəkdə ciddi bir problem yaradacaq. İkinci bir məsələ bir sıra qərb dövlətlərinin, Avropa dövlətlərinin həyata keçirdiyi layihələrdir. Və Amerika Birləşmiş Ştatlarının da bəzi təşkilatların, Amerika Birləşmiş Ştatlarında Trump bunun qarşısını aldı. Məsələn, bugün Azərbaycanda gender bərabərliyi probleminin olduğunu, bugün Azərbaycanda feminizm hərəkatının biz dəstəkləndiyini görürük. Bugün ailə dəyərlərinə kütləvi hücumları biz görürük və bu açıq-aydın özünü göstərir. Və təbii ki, burada da həm bizim Elm və Təhsil Nazirliyi, eyni zamanda Mədəniyyət Nazirliyi də tez-tez hədəf alınır. Burada bilirsiniz, əslində biz yeni bir mərhələyə daxil olmuşuq. Bu prosesi biz necə qiymətləndirməli? Hazırki islahatlar, hazırki atılan addımlar gələcəyə hesablanmış addımlardır. Bu post-müharibə dövründə yeni yanaşmadan irəli gələn məsələlərdir. Mədəniyyət sahəsində bəzi islahatlar həyata keçirilir. Bu islahatların bir qismi ağrılıdır. Mən də bunu bir neçə dəfə qeyd etmişəm. Amma görünür ki, bu islahatların da həyata keçirilməsi gələcəyə hesablanmış müəyyən addımlardan irəli gəlir. Və eyni zamanda bugün bizim təhsil sistemində də müəyyən bir işlər, islahatlar gedir. Təhsildə biz yəni müəllimlərlə bağlı, proseslə bağlı addımları görürük. Bunun nəticələri bu hər iki sahədə atılan addımlar ağır addımlardır. Bunu həm strukturların rəhbərləri də özləri zaman-zaman qeyd edirlər. Amma görünən odur ki, bir hədəf var, məqsəd var, tapşırıq var, biz ona doğru gedirik. Və zaman da bu proseslərin hansı formada və hansı nəticə ilə yekunlaşacağını göstərəcək. Amma burada ən önəmli məsələ isə artıq insanlarımızın beyninə yeridilən fikirlərdir.